Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, istədim çəkən bu cücələrimi görsədəm. Yadınızdadır, bu korobkada almışdım 20 dənə cücə. Pilusda evdə də çıxmışdı, bir 5-6 dənə lüt boğazlardı, bax çoxu çıxanların. Xordumuz lüt boğaz olduğundan. Bu 20 dənədə səhv etməyəcək ikisi 3'ü öldü, nəsə zəif idi. Qalanı bax buradadır. Valla sani desəm bilmirəm. Hazır 25 zat düşdürdü, 22 zat belə var burada. Ana toyuqdur, altında da balaları. İstədim çəkəm görsədəm, videolar çəkə bilmirəm, vaxt olmur. Pilusda deməli əziz izləyicilər, baxıram ki, məlumatlar verirəm, baxmısınız. Ancaq boş-boş danışanlara elə baxsınız ki, yəni başa düşürəm, bax TikTokda da kimsə şəxsi həyatını çəkir, paylaşır, ona elə qəşəng baxırlar, abunəçisi çox olan, ancaq kimsə məsləhət verir, ona heç baxmırlar, canlısında adam olmur, hədiyyə atmırlar. Bax burada da elədir. Mənim kanalımda ancaq məlumatlardır da, yəni toyuqların, ördəklərin, qazların, induşkaların, digər ev quşlarının baxılma qaydası. Onlara baxmısınız, faydalanmısınız, ancaq gedib o ay 5 dənə ördək aldım, 10 dənə qaz aldım, nə bilim toyuğun bu qədər çıxartdı. Yəni kimisə şəxsi həyatına, şəxsi şeyinə elə baxsınız ki, nəysə. Ona görə də yəni gördüm ki, mənasızdır videolar çəkmək də, elə mən də dedim, belə danışıb, malımıza göstərir, məlumat elə çox verməyim, çünki baxmısınız. Haydi bir dənə, 2 dənə belə videolar paylaşım, o da müəyyən abunəçilərim üçün. Çünki boş-boş danışanlara vallah baxsınız. Çünki sizə kimisə şəxsi həyatı maraqlıdır. Özünüz üçün faydalı nəsə öyrənmək istəmisiniz. Kim neçə toyuq aldı, kim neçə qaz aldı, kimin neçə dənə belə deyək də şey var, malı var, mülkü var. Sizi yəni elə şeylər maraqlandırır. Həqiqətən də mən görürüm ki, elə videolar mən də çəkəndə səs çox gedir. Ona görə elə mən dediyim bir 3-4 dənə elə videolar çəkim, paylaşım. Burada da su koymuşam. Suyun içine daş koymuşam ki içine girməsinlər. Belə. Qəşəng cücələrdir, boz, külüntülü zat. Toyuq aman vermez ki balalar yesin. Yemin içində şey deyil. Yatır. Yemin içində yatır. Ona görə şey olur. Belə. 4, 5, 6, 7. Bir dənədir. 5 dənə elə bir özü çıxartmışdı. Bu bildirçi fərədir. Yadınıza gəlib, bu da evdə çıxmışdı. Toyuq çıxartmışdı bunu da. Bu bildirçi fərədir. Ona görə 5 dənə çıxartdı. 20 dənə almışım, 25 4'ü ölübdür. Aldıqlarımdan. Belə. İndi o birisi cücələrimi də çəkib paylaşacağım. Digər məlumatları da verəcəyim. Belə. Deməli, əzizlərdə bu il belə almadım ki, yəni məsəl üçün mən hər il 50, 60, 70 dənə alırdım.
Hətta bir də görəcək. Bu il toyuq kürt yatdıqca altına aldım, tökdüm. Yəni misal üçün 5-dən 7-dən çıxartdı, altına da 20-dən aldım. Belə tökdüm. Sadəcə axırıncı çıxardan 7-dən deyəsən, 7 mi 9 mu çıxardıbdı. Hə, onun altına heç almadım. Yəni hardasa 20 burada, 20 orada, bir 50-dən çox var cücə. Yəni onlar qalsa bəsdir. Belə biz bax bu yemdən verim. Gəlsinlər. Çəkim. Şəkər yem verirəm bunlara. Sularında da nə bilim vitamin zat vermişəm, eləmişəm. Digər yemlər zat. Biraz məndə heç vaxt ölüm olmurdu. Sadəcə bax belə öz başına saxlayıram da, belə deyim. Həvəs elə yoxdur deyə buraxıram öz başına. Qalırlar. Ona görə də bir də nə qalacaq. İnşallah yaxşı olar. Yaxşı. Belə. 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 Yaxşı bu çəfli şeylərdə gözlədir də. Yaxşı. Üstünü batırma. Belə. Yaxşı bir çəkim şey deyirəm. Uşaq aman vermir çəkməyə, üzürü sayın. Belə. Bunların içində deyəsən kirpi yoxdur. Bizlərdə var o. Üçüncü çıxanda, bir də birinci çıxanda var. Və hamısını çəkib sizə göstərəcəyim. Belə. Heç nə tanıdığım, yəni bax sizi belə videolar maraqlandırır. Neçədən cücə çıxıb, neçədən şey olubdu. Yəni kimisə şəxsi həyatı. Məlumatlar çoxunuzu maraqlandırır. Ona görə də baxmısınız, eləmsiniz, mən də belə həvəsdən düşüb çox elə videolar belə deyim də paylaşmıram. İçində silsillər də var, 3 dənə baxın. 1, 2, 3 dənədir. Lüt boğazlar var, kül. Biri evimizdə çıxandı, biri sonra alınan. Bugün indi hansı fərə, hansı xoruz olur. Belə, heç nə, yekunlaşdıraq. Təşəkkürlər hər kəsə. Kanalımıza abunə olun, videomuza da like qoyun. Sağ olun, salamat qalın.